Salam əziz dostlar. Bilirsiniz ki, 22 fevral 2026 tarixinə qədər Polis Akademiyasına sənət qəbul günüdür. Bir dostumuz da mesaj yazıb ki, Polis Akademiyasına qəbul olmaq üçün hansı sənədləri təqdim etməliyəm? Əgər abituriyent ilkin şərtləri ödəyirsə, indi deyəcəyim sənədləri toplayıb, yaşadığı ərazi üzrə polis bölməsi və ya polis şöbəsinə təqdim etməlidir. 1. Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə, əsli və surəti. 2. Tam orta təhsil haqqında sənəd, yəni atestat. Hələ abituriyent 11 sinifdə oxuyursa, oxuduğu təhsil müəssisəsindən Daxili İşlər Nazirinə təqdim etmək üçün lazım olan arayış. 3. Yaşayış yerindən arayış. 4. Yaşadığı ərazi üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirinə təqdim etmək üçün lazım olan tibbi arayış. 5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə, əsli və surəti. 6. Oxuduğu təhsil müəssisəsindən Daxili İşlər Nazirinə təqdim etmək üçün lazım olan xasiyyətnamə. 7. 9-12 sınıf mövzuda 2 ədəd, 4-6 sınıf mövzuda 4 ədəd şəkil. Şəkillər papaqsız, rəngli və donuq kağızda olmalıdır. Bayaq dediyim kimi, abituriyent bu dediyim sənədləri toplayıb, yaşadığı ərazi üzrə olan polis şöbəsinə və ya polis idarəsinə təqdim etməlidir.